Xoş gördük əziz dostlar hər birinizi. Sizə bugün bir ad deyəcəm inşaatla bağlı. Bəlkə də çoxunuz eşitməmişsiniz, amma bunu eşitməyiniz lazımdır, yaddaşınıza yazmağınız lazımdır ki, bu ad sizə lazım olacaq. Ra İnşaat. Yadınıza qaldı? 2 hərfdir. Ra İnşaat. Dərnəgüldə düz fabın yanında yerləşir. Xidmətləri nədir? Kermogranitdir, kafeldir, metlaqdır, kabançikdir, divar daşlarıdır. Bunların birinci əl satışı ilə məşğuldur. Bu mağazanın digər mağazalardan fərqi nədədir? Mən sizə qısaca deyim, sonra məhsullarımızı göstərəcəm. Başqa mağazalara gedirsiniz, qarşınıza 10 çeşid çıxır, 15 çeşid çıxır. Siz məcbur həmən çeşiddən birini seçirsiniz. Amma Ra İnşaatda görürsünüz, indi divarlara müəyyən qədərini yerləşdirmişik. 400-dən çox 6 ölkənin məhsulu yerləşib. Yəni divar daşlarıdır, kabançiklərdir və digər kafel metlaqlardır. Gəl zəhmət olmasa. Zövqə oxşayan, bir-birindən fərqli, bir-birindən gözəl divar daşlarıdır. Alıb aparıb yapışdırırsınız evlərinizin üzərinə. Eviniz olur fərqli dizaynda, fərqli gözəllikdə. Qaqanız bunu artıq sizə nə desin? Fikir verin. Baba. Əziz dostlar, bir də bir söz deyim. Bax, bu birinci əl məhsuldur. Sizin məsələn bunun ikinci sortunu, üçüncü sortunu hansısa mağazada belə deyə sizə 20 manata verərlər. Amma Ra İnşaatda bunu sizə verərlər 18 manata, 17 manata və birinci əl. İkinci, üçüncü əl bizdə olmur. Bunun üçün belə deyək də, heç Ra İnşaatı narahat eləməyin. Çeşidlərin gözəlliyinə baxın siz Allah. Bunun hamısı burada yerləşib. Gəl zəhmət olmasa. Burada da, əziz dostlar, gəl emin. Əziz dostlar, burada da gördüyünüz kermogranitlərdir. Hamamlarınız üçün, nə bilim, digər yerləriniz üçün aparıb çeşid və çeşid yapışdırırsınız. Olur bomba kimi. Divar daşının gözəlinə bax. Sən Allah, elə bilsən mərmərdir. Üstü də par-par parıldayır. O qədər çeşid var. Bundan əlavə laminat satışı ilə də məşğulluğa deyim xəbəriniz olsun. İstənilən növ laminat Ra İnşaatdadır. Yuxarıda daraqlarımızı görürsünüz. Biz daraq da satırıq. Özə daraqlarımız da plastikdir. Bu da nə deməkdir? Həm bunu daxili dizayn üçün istifadə edə bilərsiniz, həm də çöl üçün istifadə edə bilərsiniz. Nə günəş zədələnmir, nə bir şey olmur, qorunması ilə gözəl qayda istifadə edə bilərsiniz. Lambirin çeşidlərimiz var. Bu lambirinlər də orijinal lambirinlər də, yəni padvallarda hazırlanan lambirinlərdən deyil. Gəl. Əlavə olaraq, əziz dostlar, laminatlarımızı burada da seçim edə bilərsiniz. Bax, görürsünüz, gəlirsiniz, baxırsınız, hansını bəyəndiniz, Ra İnşaata deyirsiniz ki, bundan bu qədər kvadrat göndərin mənə, bitdi, getdi. İndi gəlin, kermogranit göstərim. Bu qədər çeşid olar, bir dənə üstlü aşağılı göstərirsən Allah. Bəlkə də 400 cür çeşid var ha, adam o qədər çeşid var ki, bu çeşidin içində itib bazır, deyirsən görən hamamma bunun hansını alım aparım, yapışdırım və sərfəli qiymətlərlə. Görürsünüz, gözəlliyə bax, təsəvvür edin bunu hamamınızda, təsəvvür edin bunu mətbəxinizin o arasında, vururlar ha, eyni mənim mətbəximdə də paşdışda bununlandır. Bax, bu qədər çeşidlərlə, əziz dostlar, Ra İnşaat sizin xidmətinizdədir. Yolunuzu buradan salın. Həm biləsiniz ki, keyfiyyətli məhsul alırsınız, həm də biləsiniz ki, qiymət sərfəlidir. Vallahi yenə deyirəm, amma inciməyin, başqa yerlərə gedəndə mən Lolu ilə danışan adamam. Sizə canım yanır. Sizə bəzi şeyləri soxuşdururlar. Amma bilin ki, Ra İnşaat bizim dostlarımızın mağazasıdır, burada işləyən halal qardaşlarımızdır və heç vaxt sizə yalan olmayacaq. Hansı məhsulu bəyənirsinizsə, seçirsinizsə, onu sizə mütləq şəkildə göndərəcəklər. Bunlar nədir, qardaş? Laminatların gözəlliyinə bax. Sən Allah bir dənə bax. Bunu vurmuşsan evinə, təsəvvür elə də, evin olur bəy evi. Allah bütün... Bunlar yolka laminatlar gedir. Yolka laminat gedir, ha? Gözəl. Allah bütün bacı qardaşlarımızı ev qismət eləsin. Bax, mən sizin üçün dua edirəm. Siz də yolunuzu Ra İnşaatdan salın. Dostlar, mən bu mağazada niyə rahatam, onu da deyim. Çünki bu mağaza mənim qardaşlarımın mağazasıdır. Ona görə bunların bir kreslosuna da rahat oturum. Düzdür, kreslonu sevməsəm də. Amma adam o kresloya oturur ha. Adam özünü elə rahat hiss edir. Allah hər birinizə yenə deyirəm, gözəl ev qismət eləsin ki, yolunuzu da Ra İnşaatdan salasınız, gəlib buranın məhsullarından, kapelindən, metlağından, nə bilim, divar daşlarından, kabançikindən alasınız, eviniz də gözəl görsənə. Öpürəm hər birinizi, eşq olsun sizə və eşq olsun Ra İnşaata.